Ənəs bin Malik radiyallahu anhudan gələn rəvayətdə Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur: İf'alul xayra dəhrakum. Xeyri, yəni il boyu edin, xeyr əməlləri. Və ta'arradu li nefahati rahmetillah. Allahın mərhəmətinin əsintilərinə, yəni fürsətlərinə özünüzü açın. Yəni onlardan pay alın. Yəni Allahın rəhmətinin əsintilərinə özünüzü açın, yəni ona toxunmağa çalışın. Fə innə lillahi nəfəhat min rəhmətihi. Çünki elə günlər vardır ki, orada Allah Teala'nın rəhmət küləkləri əsir. Yusibu biha men yeşâ'u min ibadih. Və onu bəndələrindən istədiyinə toxundurur. Və səlullah ən yəstura avratikum. Və Allah Teala'dan eyiblərinizi örtməsini istəyin. Günahlarınızı, eyiblərinizi. Və ən yuəmminə ravatikum. Və qorxularınızdan sizi xatircəm və qorxusuz etməsini istəyin. Ramazan ayı qulların tarlası olan bu ay gəldir, qəlbləri fəsaddan təmizləmək üçün. Ramazan ayının haqlarını söz və feil baxımından əda et. Və zədəkə fəttəxidu iləl məadi. Və bunu qiyamət günü üçün bir azüqə tut. Və mən zərə'al hububə və mə səqahə. Yəni kim toxumu əkib onu suvarmasa, təəvvəhə nədimən yevməl hasadi. Və biçim günü peşmançılıq çəkər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazan ayının gəlişi ilə sevinərdi və sahabələrini müjdəliyərdi. Necə ki, Tirmizdə keçən hədisdə Talha ibn Ubeydillah radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləm hilalı, yəni o təzə çıxan aya hilal deyilir. Onu gördüyü zaman deyərdi ki, Allahümmə əhilləhu aleynə bil yumni vəl imani vəs sələməti vəl islam. Allahım bunu, yəni bu ayı bizim üçün xeyirlə, imanla gətir. Salamatlıq və İslamla gətir. Rabbi və Rabbukallah, mənim də, sənin də Rəbbin Allahdır.